Какое утверждение не соответствует sodержанию teksta? Mətn məzmununa uyğun olmayan ifadəmiz hansıdır? Yazılı mətnimizdə kənd təsərrüfatı heyvanları, ev heyvanları haqqında ətraflı məlumat verilir. Kənd təsərrüfatı heyvanları insana böyük bir faydası vardır. Onlar müxtəlif fermalarda və təsərrüfatlarda insanlar onlara qulluq edir. Buraya inəklər, atlar, keçilər və qoyunlar daxildir. Həmçinin ev quşlarına da insanlar çox gözəl qulluq edir. Çünki onlar insanların həyatında əsasən qida mənbəyi olaraq istifadə olunur. Onlardan yumurta və yaxud süd və ət almaq mümkündür. Həmçinin səhralarda, qoruqlarda dəvələr də qorulub saxlanılır. Çünki onlar da insanlara təhlükəli yerlərə getmək üçün və yaxud bəzən çox böyük yardımları toxunur. Mətnimizə uyğun olaraq в аквариумах и клетках живут сельскохозяйственные животные variantı təbii ki, mətnimizə uyğun deyil. Kənd təsərrüfatı heyvanları akvarium və yaxud qəfəslərdə yaşamırlar.